إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له ونشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي اللهم علمنا بما ينفعنا وانفعنا بما علمتنا وزدنا علما. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Möhtərəm qardaşlar, hər şeydən öncə öz nəfsimə, sonra da sizlərə Allah subhanehu və teala'dan layiqincə qorxmağı tövsiyə edirəm. Həqiqətən hər birimizin xatırlanmağa və xatırlatmağa ehtiyacımız var. Xüsusən də qarşıdan Ramazan ayı gəlir, mübarək Ramazan ayı gəlir. Hansı ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin sahabələri o ayın gəlişinə 6 ay öncədən hazırlaşardılar. Və Ramazan yaxınlaşdıqca o ayın əhəmiyyətini dərk edərək o aya çatmağı Allahdan istəyərdilər və hazırlaşardılar. Çünki əzəmətli bir aydır Ramazan ayı. Və insan, mömin Ramazana çatmamışdan öncə nəfsini islah etməlidir. Nəfsini islah etməlidir. Qəlbini islah etməlidir. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, Ələ və innə fil cəsədi mudğah, İzə saluhat, saluhəl cəsədu kulluh, və izə fəsədət, fəsədəl cəsədu kulluh. Bir insan bədənində bir ət parçası var. İzə saluhat, saluhəl cəsədu kulluh. Əgər o islah olarsa, bütün bədəni, bütün insanın əzaları islah olar. Və izə fəsədət, fəsədəl cəsədu kulluh. Əgər o fəsada uğrayarsa, o pozularsa, bütün bədən üzvləri, əzaları zədələnər. Ona görə möhtərəm qardaşlar, bu Ramazan ayı gəlməmişdən öncə nəfsimizi islah etməliyik. Qəlbimizi islah etməliyik. Və bir-birimizin arasında olan sıxıntıları, qardaşlığımızda olan münasibətlərimizi gözəl şəkildə düzəltməliyik. Çünki bunları etmədən, nəfsimizi islah etmədən, qəlbimizi islah etmədən bu mübarək aydan ləzzət ala bilmərik. Bu ayı layiqincə dəyərləndirə bilmərik. Çünki insan tövbə etmədən, bağışlanmadan və islah olunmadan bir əmələ başladıqda görürsən ki, o əməl ona nəticə vermir. O əməli gözəl şəkildə edə bilmir. Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin sahabələri və keçmişdə salih insanlar hər zaman Ramazan gəlməmişdən öncə öz nəfslərini hesaba çəkərdilər. Necə ki, Ömər ibn Xattab radiyallahu anhu buyurur ki, Hasibu ənfusəkum qablə ən tuhasəbu. Nəfsləriniz hesaba çəkilməmişdən öncə onları hesaba çəkin. Biz onları hesaba çəkməliyik. Yəni, bu mübarək ay gəlməmişdən öncə nəfsimizi hesaba çəkməliyik. Və Ramazandan öncə Şaban ayını yaşayırıq. Və Şaban ayı da fəzilətli aylardandır. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bu ayda çoxlu oruç tutardı. Xeyir əməlləri artırardı. Hətta Ayşə anamızdan radiyallahu anhədən gəlir ki,
Peyğəmbərimiz sallallahu aleyhi və səlləm o qədər oruç tutardı ki, Şaban ayında hətta zənn edərdik ki, heç vaxt açmayacaq. Və bəzən də o qədər buraxardı ki, və zənn edərdik ki, heç vaxt artıq oruç tutmayacaq. Yəni bu ayda, Şaban ayında. Yəni burada bizə nəyi göstərir? Yəni xüsusiləşdirmək olmaz. Hansısa bir gün üçün oruç tutmaq, yəni Ramazan ayında, həmçinin Rəcəb ayında müəyyən orucları xüsusiləşdirmək, 13-ü, 15-i, 14-ü bu şəkildə yox, sadəcə xeyir əməlləri artırmalıyıq və Ramazan öncəsi xeyir əməlləri daha da çoxaltmalıyıq. Və möhtərəm qardaşlar, bunların başında qardaşlığımızı möhkəmləndirməliyik. Yəni, islah olunmağının başında qardaşlığımızı, aramızda olan sıxıntıları, kini, küdrəti, aramızda olan müəyyən problemləri, anlaşılmamazlıqlarımızı, küsürlülərimizi, hamısını bərpa etməliyik, islah etməliyik. Çünki qardaşlıq mühüm mövzudur, möhtərəm qardaşlar. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, Əl-Muslimu əxul-muslim, müsəlman, müsəlmanın qardaşıdır. Ona əziyyət verməz, dili ilə, əməli ilə. Onun üçün bu əməlləri mərhələ-mərhələ islah etməliyik ki, Ramazan ayına çıxdıqda onu gözəl şəkildə dəyərləndirə bilək, onu gözəl şəkildə yaşaya bilək. Bizə aid olmayan məsələləri tərk etməliyik və bu da müsəlmanın gözəlliyindəndir. Yəni, mövzumuz nədir? Nəfsimizi islah etmək. Və gəlin, nəfsimizi islah etməyin yollarını araşdıraq və bir neçəsini xatırlayaq ki, və hansı yollarla nəfsimizi, qəlbimizi islah edə bilərik. Onlardan birincisi, Allah subhanehu və teala'ya istiğfar etməklə, tövbə etməklə başlamalıyıq. Nəfsimizi təmizləməliyik, yəni ixlasa yönləndirməliyik. Çalışmalıyıq ki, etdiyimiz əməllər Allah üçün olsun, ixlasla olsun ki, o bizə fayda versin. Əks təqdirdə qəlb islah olunmur. Əməllər Allah üçün olmadıqca o islah olunmur. Və hər zaman şeytan nə istəyir? İstəyir ki, bizim əməllərimizə əl qoysun, pay ayırsın özünə. Çünki Allah subhanehu və teala'ya qiyamətə qədər söz verib. Nə deyib? Qalə fəbi'izzətikə ləuğviyənnəhum əcməin. Sənin izzətinə, cəlalına and olsun ki, hər birisini azdıracağam. Necə azdırır? Ayət-i kərimədə buyurur ki, ثُمَّ لَآتِيَنَّهُمْ مِنْ بَيْنِ أَيْدِيهِمْ وَعَنْ أَيْمَانِهِمْ وَعَنْ شَمَائِلِهِمْ وَلَا تَجِدُ أَكْثَرَهُمْ شَاكِرِينَ. Onların sağlarından, sollarından, arxalarından, önlərindən onlara vəsvəsələr verir. Onları azdırmağa çalışır və sonunda nə buyurur? وَلَا تَجِدُ أَكْثَرَهُمْ شَاكِرِينَ. Onların çoxunu şükür edən tapmazsan. Və buyurulur ki, onlardan yalnız bir zümrə var ki, onları azdıra bilmərəm. Kimlərdir onlar? قَالَ فَبِعِزَّتِكَ لَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ İllə ibədəkə minhumul muxlasin. Yalnız səmimi, ixlaslı qullarından başqa hər birisini azdıracağam deyə Allah subhanehu və teala'nın dərgahından qovulduğu zaman buyurur ki, onları hər birisini azdıracağam. Yalnız ixlaslı, səmimi qullarından başqa. Qəlbdə
O zaman islah olur ki, ixlas ora yerləşdiyi zaman artıq heç nə ona zərər verə bilmir. Heç nə ona təsir edə bilmir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin sahabələri, sələfilər hər zaman bu şeyin üzərində çalışardılar. Bəziləri deyir ki, 30 il, 40 il yalnız ixlasımı, qəlbimi düzəltmək üçün çalışdım. Onu düzəltmək üçün çalışdım, deyir. Çünki bilirdi ki, bunu düzəltmədikcə heç bir əməl, heç bir şey mənə fayda verməyəcək. Hər bir etdiyim əməldən yalnız mənə yorğunluq qalacaq. Ona görə, möhtərəm qardaşlar, hər zaman qəlbimizi islah etməyimiz məqamında birinci ixlasımızı düzəltməliyik. Etdiyimiz əməllər boşa getməsin deyə. Hər birimizdə müəyyən sıxıntılar var, şeytanın müdaxiləsi var. Hər bir etdiyimiz əməlimizdə şeytan istəyir ki, bizim qəlbimizə toxunsun, onu fəsada uğratsın, əməllərimizi batil etsin, əməllərimizin savablarını azaltsın. Hər zaman şeytan buna çalışır. Və ona həmçinin də nəfsimiz ona dəstək verir. Allah subhanehu və teala Yusuf surəsində buyurur ki, İnnən nəfsə ləəmmâratun bis-su. Həqiqətən nəfs hər zaman insanı pisliklərə təşviq edir. Pis işlərə çağırır. Hər zaman pislikləri insana təşviq edir. Ona görə bilməliyik ki, nəfsimizi islah edərkən düşmənlərimizi yaxşı tanımalıyıq və onlara qarşı hər zaman hazırlıqlı olmalıyıq. Necə ki, Rəbbimiz Quran-ı Kərimdə buyurur ki, İnnə şeytanə ləkum aduvun fəttəxizuhu aduvva. Həqiqətən şeytan sizin düşməninizdir, onu düşmən bilin. Onu düşmən olaraq götürün özünüzə. İnsan öz düşmənini tanıdıqdan sonra, ondan sonra onunla gözəl davranır. Onunla necə davranmağın qaydasını bilir. Ona tabi olmur. Çalışır ki, nəfsini ondan uzaq tutsun. Nəfsini, qəlbini islah eləməyə çalışır. Necə ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurdu ki, o ət parçası düzəlmədikcə insanın heç bir əməli, heç bir əzası düzgün şəkildə islah olmur. O şəkkə düşdükdə, şübhəyə düşdükdə baxırsan ki, insanı istədiyi yerə aparır. Bu iki şeydir ki, insanı hər zaman məhvə aparır. Birincisi şəkdir, ikincisi də şəhvətlər. Şəhvət nədir? Nəfsi arzular. İnsanın istədiyi nəfsi arzular. Hər bir insan dünyada müəyyən arzular, pis arzular var ki, onları istəyir, arzuluyur. Bəzən olur ki, insan nəfsi ilə bacara bilmir, nəfsinə hakim ola bilmir. Bu şəhvətləri özündən uzaq tuta bilmir. Ona görə Allah subhanehu və teala'dən yardım istəməliyik. Allah subhanehu və teala yardım etmədikcə insan onlardan uzaq ola bilmir. Və bir də çalışmalıyıq. Cihad eləməliyik nəfsimizlə. Nəfsimizlə hər zaman cihad eləməliyik. Necə ki, sələflərdən birisi buyurur ki, nəfsi islah etmək, qəlbi islah etmək, nəfsi islah etmək, şiri, aslanı tərbiyə eləməkdən daha çətindir. Çünki onun arzuları çoxdur, istəkləri çoxdur. Hər zaman pislikləri istəyir. Ancaq xeyir əməllərə gəldikdə isə
sıxıntı çəkir. Çünki onlara rəğbət etmir. Məscidə gəlmək istəmir. Elm məclislərinə gəlmək istəmir. Çünki onun maniyələr var. Nəfsi qoymur. Xeyir əməllərə getsin. Xeyir işlərə getsin. Hər zaman insan xeyir əmələ addım atdıqda görürsən ki, sıxıntı gəlir. Və o zaman bil ki, o fəzilətli bir əməldir. İnsanın məscidə getdiyi zaman, zikir məclislərinə getdiyi zaman görürsən, insan bəzən maniyələr törənir. Quran oxuduğu zaman görürsən, maniyələr törənir. Çünki xeyirli əməllərdir, fəzilətli əməllərdir. Və qarşıdan Ramazan ayı gəlir və Ramazan ayında da ən çox qəlbimizi Quran-ı Kərimlə islah edə bilərik. Quran-ı Kərimi oxumaqla, onu tədəbbür etməklə, düşünməklə. Quran-ı Kərim bizlərə hər bir şeyi bizlərə öyrədir. Nəfsimizi necə islah etməliyik? Necə yaşamalıyıq? Qardaşlığımızı necə qorumalıyıq? Şübhələrdən, şəkdən, şəhvətdən necə uzaq durmalıyıq? Bunları Quran-ı Kərim bizlərə öyrədir. Və bu xeyirli, bu Ramazan ayında çalışmalıyıq ki, Ramazanı Quranla keçirək. Tək oxumaqla yox, onu tədəbbür etməklə, düşünməklə. Və baxsaq ki, Quran-ı Kərimdə Allah Subhanahu wa Ta'ala bir səhifədə bir neçə yerdə bizlərə buyurur ki, əfələ təqilun, əfələ tətədəbbarun, əfələ tubsirun. Yəni, siz düşünməz misiniz? Siz görməz misiniz? Siz dərk etməz misiniz? Deyə bizlərə ayət kərimələrdə düşünməyi tövsiyə edir. Çünki Quran-ı Kərim bizlərə hər şeyi öyrədir. Bir ayət kəriməni götürüb onu oxuyaraq insan tədəbbür etməlidir. Ramazan ayında oxuduğu Quran-ı Kərim, deyək ki, 100, 200, 300 Quran oxuyuruq, onun bir ayəsini, 2 ayəsini hər gün tədəbbür etməliyik Ramazan ayında. Yəni, tədəbbür nə deməkdir? Onu fikirləşməliyik, düşünməliyik. Belə olduğu zaman nəfsimiz islah olur. Nəfsimiz düzəlir. Bir ayət kəriməyə toxunaq ki, hansı ki, hər bir ayəsində Quran-ı Kərimin bizlər üçün böyük bir nəsihət var. Allah Subhanahu wa Ta'ala buyurur ki, Ya eyyuhəl-ləzīnə əmənu, ey iman gətirənlər, Ya eyyuhəl-ləzīnə əmənu ittaqullahə və qulu qavlən sədidə. Ey iman gətirənlər, Allahdan qorxun. Bir çoxlarımız bu ayət kərimələri oxuyub keçirik. Burada buyurur ki, Allahdan qorxun və qulu qavlən sədidə. Doğru söz söyləyin. Yəni, dürüst olun, düzgün olun. Sonra bunu etdikdən sonra insana nə baş verir? Yuslih ləkum ə'mələkum. Allah sizin əməllərinizi islah edər. İnsan Allahdan qorxarsa, doğru söz söyləyərsə, Allah Subhanahu wa Ta'ala onun əməllərini islah edər. Və sonra buyurur ki, 4-cü mərhələdə وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ və sizin günahlarınızı bağışlayar. Və fürsətdir ki, bu aylarda, xüsusən də qarşıdan gələn Ramazan ayında Quran-ı Kərimlə nəfsimizi islah edək və o Quran-ı Kərimi dərk edək, tədəbbür edək. O Quran-ı Kərim ki, Rəbbimiz Həşr surəsində buyurur ki, لَوْ أَنْزَلْنَا هَذَا الْقُرْآنَ عَلَى جَبَلٍ لَرَأَيْتَهُ خَاشِعًا مُتَصَدِّعًا مِنْ خَشْيَةِ اللّٰهِ.
Əgər biz Qurani Kərimi dağlara nazil etsəydik, onun əriyib axdığını görərdin. Yəni ona tab gətirmədən. Və başqa bir ayət kərimədə Rəbbimiz buyurur ki, İnnə aradnəl əmanətə aləs-səmavati vəl-ard. Biz bu əmanəti yerlərə və göylərə həvalə etdik. Fəəbəyinə ən yəhmilnəhə. Onu götürməkdən boyun qaçırdı. Yəni Qurani Kərimi. Və əşfəqnə minhə və həmələhəl insan. İnsan onu yükləndi. İnnəhu kənə zalumən cəhulə. Həqiqətən o, özünə zülm edən necə də cahildir. Ona görə ən gözəl nəfsləri, qəlbi islah edən Qurani Kərimdir, möhtərəm qardaşlar. İnsan Qurani Kərimi oxuduqca, onu tədəbbür etdikcə Allaha yaxınlaşır. Ona dəyər verdikcə Ramazan ayında Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin sahabələri olurdu ki, bir gündə Quranın 1/3 oxuyurdular. Bir çoxları. 3 günə xətm edirdilər. İmam Əhməd və ondan sonra gələn tabiinlər, sahabələr, tabiinlər və xeyirli nəsillər hamısı Qurana bütün həyatlarını Ramazanda Quranı sərf edərdilər. Yəni hədis əhli, İmam Əhməd və başqaları bütün hədis kitablarını, bütün işlərini kənara qoyardılar, yalnız özlərini Qurana həsr edərdilər. Quranla nəfslərini tərbiyə edərdilər. Və biz düşünməliyik ki, Qurani Kərimin hər bir hərfində bizlərə 10 savab var. 10 savab var. Necə ki, hədisdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, La əqulu əlif, lam, mim harfun. Demirəm ki, əlif, lam, mim, yəni üçü bir yerdə bir hərfdir. Və lakin əlifun harfun, və lamun harfun, və mimun harfun. Əlif bir hərfdir, yəni 10 savab var. Lam bir hərfdir, 10 savab var. Mim bir hərfdir, 10 savab var. Və düşünün ki, bundan gözəl neymət nə ola bilər? Bir səhifə Quran oxumaqla, yüzlərlə, minlərlə savabı əldə etmiş oluruq. Nəfsimizi islah etmiş oluruq. Şeytanı özümüzdən uzaq etmiş oluruq. Və gələn şübhələr, gələn şəklər hamısı bizdən uzaq qaçır. Çünki Allahın zikr olunduğu yerdə bu şeylər olmaz. Allah xatırlandığı zaman onlar qaçarlar. Allah subhanahu wa ta'alənin zikr olunduğu məclislərdə onlar olmazlar. Və beləliklə insanın qəlbini islah etmiş olar. Və qəlbi islah edən başqa əməllərdən birisi də ibadətləri artırmaq. Sünnə namazlarını, fərz namazları məsciddə qılmağa təşviq eləmək nəfsimizi və həmçinin ibadətləri, nafilələri artırmaq. Nafilə ibadətlər insanın fərz ibadətlərini qorunması üçün böyük səbəbdir. Və beləliklə nəfsimiz islah olur. Necə ki, Peyğəmbərimiz sallallahu aleyhi və sələm buyurur ki, bu qudsi hədisdə gəlir, qudsi hədis Allah subhanahu wa ta'alədən birbaşa gəlir. İnnəl abdə ləyətəqarrabu iləyyə bin nəvafili həttə uhibbəh. Qulum mənə nafilə ibadətlərlə o qədər yaxınlaşar ki, həttə uhibbəh, onu sevərəm. Fə izə əhbəbtuhu, əgər onu sevərəmsə, kuntu səm'əhu ləzi əsma'u bihi, onun eşidən qulağı, və basarahu ləzi yubsiru bihi, görən gözü, və yədəhu ləzi yəmsiku bihi, tutan əli, və ricləhu ləzi yəmşi bihi, onun gəzən ayağı,
Yəni bu nə deməkdir? Yəni nafilə ibadətləri çoxaltdıqca Allah subhanehu ve teala'ya bir o qədər yaxınlaşar insan. Bir o qədər Rəbbinə yaxınlaşar və beləliklə Allah subhanehu ve teala o qulunu sevər. O qulunu sevdikdən sonra bütün işlərində onun yanında olar. Ona dəstək edər. Ona kömək edər. Bütün sıxıntılarında onun yanında olar. Və bir mümin Allaha yaxınlaşdıqca onun qəlbi islah olar. Və beləliklə ən əhəmiyyətli əməllərdən birisi də xeyir əməlləri, ibadətləri, nafilə əməlləri artırmalıyıq ki, nəfsimiz, qəlbimiz islah olsun, möhtərəm qardaşlar. Allah subhanehu ve teala bizləri bu gözəl Ramazan ayına çatmağa müvəffəq etsin. Allah subhanehu ve teala bu aydan gözəl şəkildə bəhrələnməyə müvəffəq etsin. Allah subhanehu ve teala bizləri eşitli faydalanlardan etsin. Və sallallahu və səlləm alə nəbiyyina və habibina Muhammed.